Deməli, müəllimlər, biz illik planlaşdırmanın, illik və gündəlik planlaşdırmanın sual cavabını edirik bu günlərim sizlə. Bir sizə yenidən bir xatırladıcı kimi verim bunları. Dedik ki, müəllimlər, illik planlaşdırmada, baxın, bu hər hansısa bir fənnin illik planlaşdırmasıdır. Deməli, birinci olaraq hər hansısa bir üz qabığı çıxardırıq. Daha sonra orada hansı müəllim tərəfindən tədris olunur, məktəbin direktoru kimdir, neçə nömrəli məktəbdir, hansı sinifdir, hansı fəndir və müəllimin adı, soyadı, direktorun adı, soyadı, imzası və metodik rəhbərin imzası olur. Daha sonra müəllimlər keçdik illik planlaşdırmaya. İllik planlaşdırmada biz demişdik ki, nələr qeyd olunurdu? İllik planlaşdırmada standart, tədris vahidi, mövzu, inteqrasiya, resurs, qiymətləndirmə, saat, tarix. Düzdürmü? Müəllimlər, baxın, əsas bax, illik planlaşdırmanı hər bir müəllim il başlamamışdan əvvəl o illik planlaşdırmanı hazır edir. Yaxşı, illik planlaşdırmanı hardan hazır edirik? Müəllim nə bilir ki, il ərzində nə keçəcək? Bizə hər bir sinif üzrə metodik vəsaitlər verilir, düzdürmü? Kitab formasında, PDF formasında dövlət tərəfindən metodik vəsaitlə təmin olunuruq. Necə ki, məktəblərdə şagirdlər kitabla təmin olunur. Onlar da müəllimin kitabıdır. Hansı sinif üzrə dərs keçirsə, həmin sinifin metodik vəsaiti var. O metodik vəsaitdə hansı mövzunu keçəcəksə, həmin mövzuya aid standartlar, orada bir neçə standart verilir. Biz də demişdik ki, standartın 1 və yaxud da 2, maksimum 3 standart seçə bilərik. Çünki 1-45 dəqiqə ərzində standartın reallaşması üçün, yəni artıq standart götürsək, biz o standartı reallaşdıra bilməyəcəyik. Standart haqqında da biz danışmışdıq. Yəni standart mövzunu hansı cürə, yəni necə keçirsən, hansı standartdır? Deyir ki, məsələn, bu mövzunu keçəndə bu standartları həyata keçir. Məsələn, natural ədədləri tanıyır, natural ədədləri haqqında misalları həll edir. Yəni belə bir standartlar verilib də natural ədədlər mövzusunda izah edir. Bax, bu standartları biz həyata keçirmək üçün oradan 5 dənə standart verilə bilər. O demək deyil ki, metodik vəsaitdə verilən 5 standartın hamısını biz bura yazmalıyıq. Biz uyğun standartları seçirik, 2 və yaxud da 3 maksimum şəkildə 3 standart olmaqla bura yazırıq. Dedik, baxın, görürsünüz, bu sıradır, heç dərsin sıra nömrəsidir. Mövzunun adı olmalıdır, standart mütləq olmalıdır. Müəllimlər, məktəblər üzrə fərqli olduğuna görə, yəni kim fərqli formada hər bir məktəb özünə planlaşdırma tuta bilər. Məsələn, hər hansı bir məktəb deyər ki, mütləq inteqrasiyanın resursu qeyd elə. Hər hansı bir məktəb deyər ki, mövzu olsun, standart olsun, saat, tarix, qiymətləndirmə olsun, kifayətdir. Yəni, bunlar məktəblər üzrə dəyişə bilər. Bu bildik. Gördünüz, bax, bu mövzunun adıdır. Bu, onun həyata keçirilməsi üçün standartdır. Burada inteqrasiyadır. Yəni, hansı fənlə inteqrasiya edəcək, hansı fənnin hansı mövzusuna inteqrasiya edəcək, onu qeyd edir. Bu mövzu neçə saata keçiriləcək? Orada standartda deyirdi ya, biz illik planlaşdırmanın sxemində deyirdi ya, saat. Bax, həmin saat budur və hansı tarixdə keçiriləcək. Yəni, bunların hamısı bura yazılır və il sonunda da sən bilirsən ki, bu dərsləri hansı tarixdə kimi keçəcəksən, hansı günlərdə sənin hansı qiymətləndirmən olacaq, hansı inteqrasiya növündən və yaxud da bura bir put da əlavə eləyib, əlavə olaraq bura resursu da yaza bilərik. Aydındır müəllimlər? Dedik, mövzu bax budur. Tədris vahidi burada mövzudan əvvəl, məsələn, hüceyrə və orqanizmlər hansı bölməyə aiddir? Bax, tədris vahidinin adını buradan yazırlar. İndi burada var, məsələn, bunda indi bilmirəm, təbiət fənni olmadığıma görə, öz ixtisasım olsaydı, orada tədris vahidini deyərdim. Yəni, tədris vahidi bölmədir. Bu mövzular hansı bölməyə aiddir? İnteqrasiyada bildiniz, standartlar da bildiniz ki, standartdakı dövlət tərəfindən bizə verilən standartdır. Onlar metodik vəsaitdə öz əksini tapır. Və biz metodik vəsaitimizdən istifadə edərək bu mövzunun həyata keçirilməsi üçün hansı standartlar qeyd edilir, onlar verilir. Burada müəllimlər bir xəttə qoyub əlavə olaraq qiymətləndirməni də yazırıq. Məsələn, bu mövzu üzrə biz dedik ki, illik planlaşdırmada Cəmalə müəllimə hansı qiymətləndirmədən istifadə olunur? Diaqnostiklə KSG-2 summativ qiymətləndirmə. Bəli, formativ də yazıla bilər müəllimlər. Onsuz da bir formativi gündəlikdə yazdığımıza görə, görürsünüz, burada heç yazmayıblar. Yəni, bura bir qiymətləndirmə sxemi əlavə edib, bu fənlərin hər birisinin qarşısına formativ yaza bilərəm. Yəni, formativ qiymətləndirmə, formativ. Bax, görürsünüzmü?
Kiçik summativ qiymətləndirmə illik planda qeyd olunur. Görürsünüz, bax burada yazılır. Yəni istəsəz qiymətləndirmə bölməni buradan yazıb, burada da yaza bilərsiniz. Hər günə formativ yazıb, burada summativi yazırsınız. İstəsəz heç o qiymətləndirmə bölməsini yazmayıb, sadəcə olaraq həmin gündə, hansı gündür, bax bura tarix yazıb, görürsünüz. Məsələn, biz diaqnostik qiymətləndirmənin dərsinin əvvəlində keçirik. Bu illərim sentyabr ayının 16-sından dərs başladı. Diaqnostik qiymətləndirmənin qarşısına yazırıq burada 16.09.2024. Düzdürmü? Tarixi yazdıq. Biz bildik ki, jurnala da onu qeyd etdik ki, ayın 16-sında dərs ilinin birinci günü biz diaqnostik qiymətləndirmə keçirmişik və bunun üçün 1 saat istifadə etmişik. Hələ ki, inteqrasiya, yəni hansısa fənə inteqrasiya edirsinizsə, bəlkə diaqnostik keçirən zaman da hansısa fənə inteqrasiya edəcəksinizsə, yəni burada standart yazılmır diaqnostik qiymətləndirmə, çünki diaqnostik qiymətləndirmə ilin əvvəlində keçilən şagirdlərə ilk diaqnoz qoymaq üçün, onların nəticələrini bir bilmək üçün ki, şagird hansı səviyyədədir, vəziyyəti nə yerdədir, onun üçün keçirilən qiymətləndirmədir. Gördünüzmü? Dərs ilinin əvvəlində keçirdik. Bu diaqnostik qiymətləndirmə dərs ilinin ortasında yeni şagird gələndə də keçirilə bilər, tək onun üçün keçirilə bilər və yaxud da müəyyən bir bölmədən sonra, bir neçə bölmədən sonra da bir diaqnostik qiymətləndirmə keçirdə bilərik. Yəni diaqnostik qiymətləndirmə ya ilin əvvəlində, ya bölmə əvvəlində, ya da sinifə yeni şagird gələn zaman onun üçün keçirilən qiymətləndirmədir. Burada görürsünüz, standart qiymətləndirmədə yazmadıq, saatı yazdıq, tarixi yazdıq. Bax, bu dərsi, tutaq ki, mənim ayın 16-sından sonra ikinci gün dərsim var, ayın 17-si yenə dərsim var. Bu dərsi yazırıq, tarixi bura yazırıq, neçə saat o dərsə ayrılıb, metodik vəsaitdən ona baxırıb yazırıq. Yəni, dərsinin əvvəlində də bunların hamısını biz hazırlamışıq. Yəni, bax, bunların hamısı standartı da burada qeyd edilir, hansı fənnə inteqrasiya edirik və əlavə olaraq burada resurs da yazıla bilər. Yəni, hansı resurslardan istifadə etdik hüceyrə orqanizmini öyrətmək üçün, mövzusunu öyrətmək üçün. Bu aydın oldu müəllimlər. Bax, dedim ki, qiymətləndirmə tutaq ki, təsəvvür edin, tarixdən əvvəl burada bir qiymətləndirmə bölməsi var. Hər gün hüceyrədən orqanizmə mövzusunu keçən zaman biz gündəlik olaraq hansı qiymətləndirmədən istifadə edirik Dinara müəllimə? Formativ qiymətləndirmə. Formativ. Bax, burada formativi qeyd edə bilərik. Yəni, istəsək də etməyə bilərik. Onsuz da gündəlik planlaşdırmada biz hər gün formativin hansı növündən necə istifadə etdiyimizi, meyarlar üzrə mi istifadə edirik, yoldaş qiymətləndirməsi mi, özünü hansı formativin hansı üsulundan istifadə etdiksə, onu burada, yəni formativ yazıb gündəlik planımızda yazırıq. Ona görə bəzən burada heç formativi yazmağa ehtiyac yoxdur. Nəyə yazdıq biz burada? Mütləq diaqnostiki yazdıq. Çünki ilin əvvəlində keçirmişiksə, bir dərs ona ayırmışıqsa yazmalıyıq. Və kiçik summativ qiymətləndirmə. Tutaq ki, kiçik summativ qiymətləndirmə düşdü oktyabrın 3-ünə. Mən oktyabrın 3-ü jurnalda da onu həmin tarixi yazıram. Burada da həmin tarixi yazıram. Və şagirdlərə də kiçik summativ qiymətləndirmə həmən tarixdə keçirdirəm. Aydındır bu da müəllimlər? Yəni, illik planı biz ilin əvvəlində hələ məktəbə gəlməmişdən hansı sinifə dərs keçdiyimizi biləndən sonra illik planlaşdırmanı hazırlayırıq. Hardan hazırlayırıq? Metodik vəsaitdən hazırlayırıq. Aydındır müəllimlər? İllik planlaşdırmada hansı qiymətləndirmə oldu? Diaqnostik oldu, kiçik summativ oldu. Bəs böyük summativ qiymətləndirmə niyə olmadı Nigar müəllimə? Buyurun Nigar müəllimə. Dediği işim var, aça bilməyəcəm. Mən ekranı görmürəm. Dinar müəllimə, siz deyin. Çünki dövlət tərəfindən keçirilir də, ona görə. Məktəb rəhbərliyi tərəfindən keçirildiyinə görə. Məktəb rəhbərliyi, hə. Məktəb rəhbərliyi o günü təyin elədiyinə görə biz bilmirik onu nə vaxt keçirdəcək, hansı gündə keçirəcək. Yəni bir ilin sonunda keçirilir də, düzdürmü? Yarım ilin sonunda keçirilir. Əgər siz 4-cü sinifsizsə, indi o BSG-ləri keçəcək hansı siniflər üzrə keçirilir. Bəlkə 4-cü sinifdə keçiriləcək, 2-ci sinifdə keçirilmir, 3-də keçirilmir. Aydındırmı? Hansı fənn üzrə, hansı siniflərdə varsa, o fənn üzrə də o keçirilir. Ancaq müəllimin illik planlaşdırmasında o öz əksini tapmır. Çünki müəllimin ondan xəbəri olmur nə vaxt keçiriləcəyindən. Onu məktəb rəhbərliyi keçirdir. İllik planlaşdırma aydın oldu sizə müəllimlər? Yəni planı gördünüz gözünüzlə. Vəssalam, bax müəllim bunu hazırlayır. Mənim özümün bircə dəqiqə müəllimlər gətirim. Bircə dəqiqə. Mən kameramı bağlayam, mədən burada. Böyle bir dəqiqə gətirim. Yox, bağlamamış.
Baxın müəllimlər, bu mənim illik planlaşdırmam. Görürsünüzmü? Bax, belə planlaşdırmanı götürmüşəm. Hansı sinif üzrə? Burada bir neçə sinif var. Üz qabığı hazırlamışam. Görürsünüz hamınız. Bax, burada məktəb rəhbərliyinin imzası üçün bir bölmə var və sonra illik planlaşdırma gəlir. Burada məsələn ürəyiniz istəyir Azərbaycan himnini qoya bilərsiniz, hansı bayram günləri, nə isə özünüz üçün bir vərəqə qoya bilərsiniz. Bax, sonra müəllimlər, burada mən görmürəm. Hə, bax, burada görürsünüz standartlar var, mövzu var, saat, tarix, xüsusi qeydlər var. Burada qiymətləndirmə yoxdur məndə, ehtiyac olmayıb. Bax, standartı yazmışam. Məsələn, bölmə. Bax, o deyirsiniz ha, tədris vahidi. Bax, burada yazılıb, məkanı tanıyaq. Bu 6-cı sinifindir. Məkanı tanıyaq bölmədir. Sonra artıq mövzular gəlir. Məkan, harada yaşayırıq, bayaq sizə göstərdiyim kimi. 1 saat və hansı tarixdə keçiriləcək. Aydındır? Sonra KSG, görürsünüzmü? Ayın 16-sı, deməli, oktyabr ayında mən KSG 1-i keçirtdim. Bax, onu jurnala da ayın 16-sı yazıram. Bu mənim illik planlaşdırmamdır. Mən bunu dərs başlamamışdan əvvəl 6-cı mənə bölmə gəldik, məsələn, neçənci siniflərə dərs keçəcəm, onların illik planlaşdırmasını hazırlamışam. Nə vaxtdan? Dərs başlamamışdan əvvəl. Buyurun, Dilarə müəllimə. Mən idim. Nurani xanım, bir söz soruşmaq istəyirdim. Yəni, bu bizdə yəqin ki, ibtidai sinifdir deyə, bizdə bir dənə olacaq da bu planlama. Bəli. Yuxarı, başqa fənlərdə olanda, tam 5-ci sinif üçün... Hər bir fənn üzrə olacaq. Bir dənə Azərbaycan dili olacaq. Sizə bir dənə riyaziyyat olacaq. Yəni, 2 fənn üzrə plan... Aysa, 2 fənn üzrə illik planlaşdırma. Yəni, bizdə bir sinifdir deyə, yəni bir sinifə aid olacaq. Amma başqa müəllimlər, məsələn, Azərbaycan dili 5-ci sinifə dərs deyirsə, 5-ci sinifə ayrı, 7-ci sinifə ayrı, 11-ci sinifə ayrı. Baxın, burada bilirsiniz necədir? Bax, 5-ci sinifdən, məsələn, 6-cı sinifə mən dərs keçirəm, 6-dan sonra gəlir 7-ci sinifin illik planlaşdırması. Yəni, o ayrı-ayrıdır da. Bizdə bir dənə olacaq, bir sinif üçün. Bəli, bir riyaziyyat, bəli, sizdə bir dənə olacaq, bu da bir yerdədir. Hamısının bir dənə bunun içindədir, amma hər sinif üçün ayrı-ayrı. Onların çünki mövzuları ayrıdır axı. Hər sinif üçün ayrı-ayrı keçirilir. Bu başa düşdünüz müəllimlər illik planlaşdırmanı. Gözlə də gördünüz, bildiniz ki, illik planlaşdırmada hansılar vacib idi? Mütləq standart qeyd olunmalıdır. Tədris vahidi mütləq, bölmə, yəni mövzu, sonra orada qiymətləndirməni yazırsınız mütləq, çünki diaqnostikdir, KSG-dir, hansı tarixdə keçirilir, neçə saat keçirilir, bunlar hamısı vacibdir. İnteqrasiyadır, resursdur, bunları yazmaya da bilərsiniz. Yəni, o da yenə məktəb, hansı məktəbdə dərs keçirsinizsə, oranın illik planlaşdırmasına uyğun hazırlayırsınız. Bəlkə kimsə nəsə tələb eləyəcək ki, yox, resursu mütləq yaz, nə bilim, inteqrasiyanı mütləq qeyd elə. Bu belə. Bu hamıya aydın oldu. Yəqin ki, aydın oldu. İndi müəllimlər, dedik ki, illik planlaşdırmada Dilarə müəllimə, siz artıq sual-cavabda iştirak edə bilirsiniz. Bəli. İllik planlaşdırmada hansı ardıcıllıqla keçirilirdi? Təlim nəticələri, Bəli. təlim nəticələri, fəaliyyət, qiymətləndirmə. Bəlkə qiymətləndirmə sonra fəaliyyət. Necə? Bəlkə birinci qiymətləndirmə sonra fəaliyyət. O geriyə deyildi. Yox, birinci təlim nəticəsi, qiymətləndirmə, öyrənmə fəaliyyət. Geriyə, mən bunu biraz qarışdırıram. Bir də var geriyə saymaq. Bəli, fəaliyyətdən başlayırsınız da. Artıq orada birinci fəaliyyət gəlir. Yəni planlaşdıran zaman, buyurun, kimdə əlini qaldıran? Müəllimə, Buyurun. onu dedim ki, qiymətləndirmə hər ikisində ortasındadır. Yadda Bəli. saxlamaq üçün. Bəli. Yəni hamısında eynidir də. Burada illik nəticədir, təlim nəticəsi, yəni sinif üzrə təlim nəticəsi, sinifin sonunda hansı təlim nəticəsini həyata keçirdəcəyik. Sinif gündəlik təlim nəticəsində də ki, yəni dərs sonunda bir günün keçiriləcəyi dərsin sonu üzrə təlim nəticəsidir. Gündəlik təlim nəticəsi. Dilarə müəllimə, dedik ki, təlim nəticəsi nədir? Necə başa düşürsüz təlim nəticəsini? Təlim nəticəsi dərsin sonunda şagirdlərin hansı bilik və bacarığa yiyələnməyini göstərir. Sağ olduqlarını. Bəli. Qiymətləndirmə nədir bəs? Şagirdlərin bilik və bacarıqlarına qoyulan dövlət tələbidir. Bu qiymətləndirmənin dövlət tələbidir. Mən prinsiplərdən yadımda qalıb. Şagirdlər nəyi öyrənməlidir, nə əldə etməlidir,
Düzdürmü? Şagirdlər nə öyrəniblər? Bunları ölçmək üçündür ki, yəni formativ qiymətləndirmədə, diaqnostikdə də, summativdə də bunları ölçürük. Müəllim formativ qiymətləndirmə üçün hansı üsul vasitələrdən istifadə edəcəyini, yəni qiymətləndirmədə qərarlaşdırır. Qiymətləndirmə bilirsiniz nədir müəllimə? Yəni sən tapşırıq hazırlayırsan, məsələn iş vərəqləri hazırlayırsan. Bunu nəyə görə hazırlayırsan? Qiymətləndirməyə görə. Bax, o iş vərəqlərinin hazırlanması hansı vasitələrdən istifadə edəcəksənsə, onlar hamısı qiymətləndirmədədir. Onu həyata keçirilən zaman fəaliyyət artıq bu fəaliyyətə keçir. Yəni, öyrənmə fəaliyyətində onu həyata keçirirsən. Ancaq, məsələn, qiymətləndirmədə mən təlim nəticəmi bilirəm. Nəyə görə daha sonra qiymətləndirmə gəlir? Çünki biz təlim nəticəsini biləndən sonra onun üçün hər hansısa bir tapşırıqlar hazırlayırıqsa, meyarlar hazırlayırıqsa, onu da əvvəlcədən hazırlayırıq. Ona görə ikinci qiymətləndirmə gəlir. Aydındır? Çünki biz o tapşırıqları da əvvəlcədən evdə hazırlayırıq. Daha sonra biz gedib öyrənmə fəaliyyətini həyata keçiririk. Ona görə birinci təlim nəticəsi gəlir, sonra qiymətləndirmə, sonra öyrənmə fəaliyyəti. Qiymətləndirmə deyir, şagirdlərin nəyi öyrənməsi, hansı bilik və bacarıqlar ilə bağlı informasiyanın dəlil sübut əldə edilməsidir. Bax, necə başa düşürük bu cümləni? Dəlil sübut nə deməkdir? Yəni, mən bugün dərsimi keçdim, mənim əlimdə bir sübut var ki, bax, bu tapşırıqları həll etdi şagird və buradan nə qədər nəticə əldə edib, nələri öyrənib, nəyi qalıb bunda, nə bilmir, nəyi bilir. O mənim əlimdə bir dəlildir, bir sübutdur. Düzdürmü? Yəni, bu günlərim formativ qiymətləndirmə, hər gün bugün dərs keçirəm də, hər gün də formativ qiymətləndirmə keçəcəm. Formativ qiymətləndirmə necə aparıram? Xüsusi tapşırıqlar hazırlayıram da evdə şagirdlərim üçün, düzdürmü? Həmin tapşırıqları hazırlayıramsa, onun özü qiymətləndirməyə aiddir. Çünki onun özü, o tapşırıqların özü şagirdləri ölçmək üçündür, şagirdlərin nailiyyətlərinin ölçülməsi üçündür. Bu da ona görə təlim nəticəsindən sonra ikinci qiymətləndirmə gəlir və sonra öyrənmə fəaliyyəti gəlir. Dinara müəllimə, öyrənmə fəaliyyəti nədir bəs? Müəllim, elə bil ki, verilmiş təlim nəticələrinə çatmaq üçün etdikləri fəaliyyət, iş üsulları, iş formalarıdır. Bəli. Məsələn, iş forması öyrənmə mühitidir də, yəni. Bəli, iş forması, iş usulu. Bir neçə iş usulu, iş forması deyin görün. Müəllim, beyin həmləsi, bibödü, sonra bunlar nə? iş usullarıdır. Yadımda keçən ildən. Bəli, iş usulları, klasterdir, əqli hücumdur, anlayışın çıxarılması iş usullarından Çıxarılmaz, istifadə edilir. bəli, bunlardan istifadə oluna bilər. Bəs Yəni yaxşı, iş forması hansı formada? İş forması nə cür təşkil edirsiniz o iş usullarını? Hansı formada? kollektiv olar, fərdi ola bilər. Yəni bu iş qrupla, usulları fərdi, cütlərlə, düzdürmü? Bu cür cütlərlə iş, tərtib bəli. edə bilər. Əla. Cəmalə müəllimə, dedik ki, dərsin gündəlik planlaşdırılması, yəni gündəlik və yaxud da carlı planlaşdırılması nədir? Gündəlik dərsdən əvvəl, yəni nəyi necə edəcəyimiz, yəni sonda yenə hansı nəticələri əldə edəcəyik, onlar yəni dərsin məqsədini qururuq. Düzdürmü? Dərsin sonunda 1:45 dəqiqənin sonunda hansı nəticə əldə edəcəyiksə, onu əvvəlcədən bilirik ki, bu 45 dəqiqənin sonunda şagird nə əldə edəcək, hansı nəticəyə sahib olacaqsa, onu əvvəlcədən planlaşdırırıq. Gündəlik planlaşdırma bəs nə üçün lazımdır Cəmalə müəllimə? Niyə edirik? Elə gedək birbaşa dərsimizi keçək də. Yenə dediyim kimi dərsin əsas məqsədini aydınlaşdırır. Sonra müəllimin özünü məsələn həyəcanlanmasın deyə, özünü itirməsin deyə, sonra orada əgər çətin şagirdlər varsa, onları əvvəlcədən yəni yarada biləcəkləri problemi aradan qaldırmaq üçün, sonra fəaliyyət zamanı təlim nəticələrinə uyğun fəaliyyətləri müəyyənləşdiririk. Yəni sırf məsələn bu təlim nəticələrinə uyğun fəaliyyət formaları seçirik də, bayaq dediyimiz kimi iş formaları, iş üsulları bunlar. Bəli. Bir də nə var idi? Məsələn, partaları necə işləyəcəksə, partaları ona uyğun düzəldirik. Əvvəlcədən, yəni nəyisə fəaliyyət görəcəksə, o işi əvvəlcədən etməyimiz üçün, yəni planlaşdırıb bilməliyik də. Bir də hansı resurslardan istifadə edəcəyik? Onları məsələn qlobusdur, slayddır, ya xətkeşdir. Məsələn, dərsə girmisiniz, dərsdə kimsə iştirak edir, bir valideyn iştirak edir və yaxud da kimsə də bir yoxlama iştirak edir, direktor iştirak edir. Deyirsən ki, mən evdən hər hansı bir vəsait vardı, onu gətirsəydim, bu dərsi daha effektiv keçərdim, daha gözəl keçərdim, amma gətirməmişəm. Amma planlaşdırsan ki, bu dərsi nə cür keçəcəm, planın olsa, o resursları əvvəlcədən hazırlamış olarsan. Gündəlik planlaşdırma da dedik necə aparılır?
Gündəlik planlaşdırma. Birinci. Şey istəyirsiniz. Hə, illik planlaşdırma kimidir. Təlim nəticələri, qiymətləndirmə, sonra nailiyyət. Qiymətləndirmə üsul və Fəaliyyət. vasitələri və fəaliyyəti həyata Fəaliyyət. keçiririk. Bəs yaxşı, Cəmalə müəllimə, gündəlik planlaşdırmada dedik ki, illik planlaşdırmada standartdır, tədris vahididir, mövzudur, resursdur, inteqrasiyadır, qiymətləndirmə, saat, tarixdir. Bəs gündəlikdə nələrdir? Gündəlikdə də onun kimi idi. Standartlar idi. Birinci əsas vacib olan, sonra Qiymətləndirmə, mövzu. Yox, mövzu, birinci standartlar, sonra mövzu, tədris vahidi, mövzu, sonra Tədris vahidi inteqrasiya. yoxdur. Dedik ki, standart, mövzu. Burada tədris axı gündəlik hər gün bölmə keçmirik ki, hər hansısa bir mövzu keçir. Tədris vahidi yox idi burada. Sonra qiymətləndirmə, sonra metod vasitələr, onu deyirsiniz də onda. Bəli, inteqrasiya, iş üsulları, iş formaları, resurslar və burada motivasiya da var, refleksiya da var idi. Əlavə motivasiya ilə Onu refleksiya. keçəcəm. Onu bir bölmədən, bir dərsdən sonra o xüsusi motivasiyanın, refleksiyanın əlavə dərsin içərisində var. Onu əlavə olaraq keçəcəm, narahat olmayın. Deməli, bunlar dedik, aid olur. Yaxşı. Yaxşı, Cəmalə müəllimə. Bəs bir də deyirik ki, tədrisi 3 mərhələ. Biri var ki, gündəlik planın ardıcılığı, dedik dərsin məqsədi, qiymətləndirmə, öyrənmə fəaliyyətləri, düzdürmü? Bir də deyir ki, tədrisi 3 mərhələli bir fəaliyyət kimi düşünsək, birinci, ikinci, üçüncü mərhələ necə bölərsiniz? İkinci idarə olunma idi, üçüncü də şeydir, qiymətləndirmə idi. Yəni birinci hazırlıq olmalıdır, dərsdən əvvəl. Yəni demişdik ki, müəllimlər otağında müəllim yəni hansı fəaliyyətlə məşğul olmalıdır, hansı dərsə girəcəksə, onun üçün nə lazımdırsa onları hazırlamalıdır. Dərsini yəni necə quracaqsa, necə keçəcəksə. İkinci idarə olmadı. Dərsdə, yəni dərsə girən zaman o dərsi necə idarə edəcək, şagirdləri necə idarə edəcək, ya dərs keçən zaman özün dərs müddətidir. Bu fəaliyyət bilirsiniz nədir? Fəaliyyət odur ki, artıq dərs başlayır da. Sən birinci nə etməlisən? Birinci dərsdən əvvəl hazırlığın olmalıdır, planın olmalıdır. Çünki dərsə girirsən. İkinci mərhələdə dərs zamanı baş verən sinifin idarə olması. Yəni dərsi necə idarə edirsən, sinifi necə idarə edirsən və öyrətmə və dərs zamanı fəaliyyətin idarə olması, öyrətmə, öyrənmə. Üçüncü mərhələ isə artıq qiymətləndirmə. Dərsin sonunda hansı qiymətləndirmədən istifadə edəcək? Bu dərsin 3 mərhələli fəaliyyətidir. Yəni artıq dərsi keçən zaman hansı fəaliyyətlərin idarə olunmasıdır. Əla. Nigar müəllimə, yəqin ki, buradasınız. Yaxşı, bəs Nigar müəllimə, dərsi niyə planlamalıyıq? Əslində Cəmal müəllimə biraz danışdı bu haqda. Dərsi ona görə planlamalıyıq ki, müəllim, həm dərsin yəni necə keçəcəyimizi bilməliyik. Yəni bilməliyik ki, yəni uşaqlara nəyi hardan başlamaq lazımdır. Həm də müəllim hər hansı bir əgər problemlə qarşılaşarsa, onu əvvəlcədən təyin edir. Yəni orada əvvəlcədən ona hazır, sakit ol. Ona yəni əvvəlcədən hazırlıqlı olur. Bəli, təsəvvür edin ki, yol çıxırsınız. Əlinizdə xəritə yoxdur. Və hara gedirsiniz? Hansı məkan? Məsələn, deyirik ya, birdən deyirik ki, mənə bir konum at gəlim. Çünki konum sizə göstərir də yolun sonu hardadır. Konum onu sizə göstərir. Gəl Mikail, telefon götür, zəng gəlsə aç cavab ver, denəm anam dərsdə. Hə, məsələn, o yolun sonunu sizə göstərir, düzdürmü? Ancaq biri var ki, xəritə yoxdur əlinizdə. O zaman, yəni sən hara çatasan, yolun sonu haradır, heç onu görmürsən, bilmirsən. Sadəcə olaraq yol çıxırsan, düzdürmü? Bax, bu nə qədər çətinlik törədirsə, plansız müəllim də o qədər çətinliklə qarşılaşır. Plan quran zaman, yəni müəllim hədəfə çatmağa asanlaşır, həmçinin özünə inamı artır, auditoriya qarşısında həyəcanı azalır, o həmin plan ona bir bələdçi rolunu oynayır, bir yol göstəricidir, yol xəritəsidir. Yəni bu planın əsas şərtləridir. Deyir ki, müəllimlər, dərsin planlaması zamanı yenə danışdığımız mövzulardır. Məqsədə çatmaq üçün nələr nəzərə alınmalıdır? Hansı məqsədlər nəzərə alınmalıdır? Birinci olaraq dərsin məqsədi, fəaliyyət, aydın şəkildə verilməlidir. Bəli. Deyin müəllimə bunları. Dərsin məqsədi. Nədir dərsin məqsədi? Nigar müəllimə. Dərsin sonunda şagirdlər hansı bilik və bacarıqlara yiyələnəcəklər, yəni onu aydın şəkildə müəyyənləşdirmək lazımdır. Sonra formativ qiymətləndirmə üsullarını müəyyənləşdirmək olmalıdır, bəli. Sonra zaman istifadə olunacaq iş üsulları deyək də, forma və iş üsullarını. Bunları hazırlamalıyıq. Əvvəlcədən dəqiq hazırlamaq lazımdır ki, nə istifadə edəcəm, dərsi necə izah edəcəm. Və dərs zamanı
fəaliyyətlərin Necə öyrənmə müəllim? tipinə sahib şagirdlərin Nəzərə alınmasıdır. Yəni Bəli. onların uyğun olması, yəni şagirdlər onlara uyğun diferensiallığını olmalıdır, nəzərə alırıq. Şagirdlərin diferensiallığını. Bir dəqiqə bu niyə belə oldu? Hansı resurslardan istifadə olunur? bəli, bir də hansı resurslardan istifadə olunmalıdır ona. Bəli, bu belə. Mən bir xatırlatma verdim ki, testlər işləyən zaman səhvlərinizi bir dəqiqə görün bu niyə belə oldu müəllimlər. Mən sizə dərsi qayd edirəm, ona görə də aha, gəldi. Bunu bildik. Hələ mən sizə müəllimlər, burada smartı da təlim nəticələrində deməli idim. Sadəcə olaraq biraz başlanğıc verdik. Bunları da bildik müəllimlər. İndi gəldi. Bəlkə testləri işləyək yoxsa deyim bunları. Buyurun müəllimə. Müəllim, mən də sorğu-sual edin, mən elə dərsə qoşula bilmirəm. Necə? Dinləyici kimi. Mən də sorğu-sual edin də, mən elə sakit dərsə qoşula bilmirəm. Hə, siz də sorğu-sual edim. Hə, yaxşı müəllimə, narahat olmayın. Sadəcə olaraq siz dediniz ki, 2 mövzu olanda mən qarışdıram, ona görə sizin qrupa ayırmışam. Sizə əvvəldən dərsləri keçəcəm, ta ki bu mövzuya qədər. Amma siz elə bir bu qrupda əlavəsiz də sizin dərslərinizi əvvəldən keçəcəm. Yəni burada testləri işləməyə də bilərsiniz, sorğu-sualda da yəni iştirak etməyə bilərsiniz, qulaq asa bilərsiniz sadəcə olaraq. Hazıram müəlliməm. Hə, hazırsınız, lap yaxşı. Deməli müəllimlər belə. Təlim nəticələri haqqında danışım, sonra testlərə keçək, yoxsa Müəllimə danışın, sonra testə keçək. hə, testə baxın müəllimlər. Təlim nəticəsi deyir nədir? Bir dəqiqə ekranı paylaşım sizinlə. Sualınız qalmadı ki, illik və gündəlik planlaşdırmada bir çətinliyiniz. Çünki bunun ardını keçirəm. Təlim nəticəsi haqqında danışacağam. Xeyr, müəllim, xeyr. Müəllimlər deyir, təlim nəticəsi gündəlik dərsi planlaşdırarkən ilk iş dərsin təlim nəticəsini effektiv şəkildə müəyyənləşdirməkdir. Dərsin təlim nəticələri şagirdin hər hansı dərsin sonunda təhsil alanların əldə edəcəyi bilik və bacarıqların təsviridir. Təlim nəticələri əvvəlcədən müəyyənləşdirilir, şagirdlər nəyi öyrənməli, nə bacarmalı olduqlarını və buna əsasən hansı meyarla qiymətləndiriləcəyinə kömək edir. Yəni, təlim nəticəsi nədir? Sonda nə öyrənəcəyik, onu əvvəlcədən bilməyimiz və bunları da şagirdlərə çatdırmağımızdır. Dərsdən əvvəl təlim nəticələrinin müəyyənləşdirilməsi və şagirdlərə elan edilməsi fəaliyyəti məqsəd yönlü edir, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və təlim fəaliyyətlərinin qiymətləndirilməsinə kömək edir. Müəllimlər, bəzən müəllimlər fikirləşir ki, sonda nəyə çatacaq, onu şagirdə deməyək, sir kimi saxlayaq. Amma əslində onu şagirdə əvvəlcədən demək təlimi daha səmərəli edəcək təlimin nəticəsinə çatmağı. Çünki insan biləndə ki, sonunda nəyi öyrənəcək və ona daha həvəsli olur. Ona görə təlim nəticələri mütləq şəkildə şagirdlərə çatdırılmasıdır. Dərsin uğurlu keçməsi, qarşıya qoyulmuş hədəfə çatılması bilavasitə dərsin məqsədinin effektivliyindən asılıdır. Həmçinin düzgün müəyyənləşdirilmiş təlim nəticəsi biliklərin tətbiqinə və inteqrasiyanı təmin edir. Təlim nəticəsi bacarığın formalaşmasına yönələndə məqsəd yalnız biliyin qazanılması deyil, həmçinin biliyin müxtəlif konseptdə tətbiq olaraq müəyyənləşdirilməsidir. Yəni, təlim nəticəsi o demək deyil ki, yalnızca olaraq bu biliyi mütləq öyrənməliyik. Yəni, onun necə öyrənilməsi, hansı yollarla öyrənilməsi də əsas məsələdir. Təlim nəticələr həm öyrənmə, həm öyrətmə, həm də qiymətləndirmə prosesinə açar məqamdır. Düzgün formalaşdırılmış təlim nəticəsi şagirdlərin informasiyanı təkrar etməyə deyil də, qazandıqları yeni bilik və bacarıqları necə tətbiq edəcəklərini əks etdirməlidir. Baxın, müəllim, bu cümləyə mütləq qulaq asın. Düzgün formalaşdırılmış təlim nəticəsi şagirdlərin informasiyanı təkrar etməyə deyil də, qazandıqları yeni bilik və bacarıqları necə tətbiq edəcəklərini əks etdirməlidir. Yəni, mən dərs öyrətdim, onu elə sadəcə olaraq mənə şifahi olaraq qaytarmaq deyil məqsədimiz. Məqsədimiz o öyrəndiklərini tətbiq etməkdir. Yəni, öyrəndiyi bilikləri həyata keçirə bilmək, tətbiq edə bilmək, o biliklərdən, bacarıqlardan istifadə etməkdir. Yəni, təkcə bilik, təkcə bacarıq deyil. Həmin şagirdlər öyrəndiklərini tətbiq edə bilsinlər. Aydındır? Təlim nəticələri həmişə dinamik feillər. Dinamik feillər bilirsiniz nədir müəllimlər? Ölçülə bilən feillər. Bloom taksonomiyasında istifadə olunan feillərə dinamik feillər deyirik. İzah edir, nümunə gətirir, nümunə göstərir.
Sonra oradakı feillərdən qarşılaşdırır, nə bilim bu cür feillərdən istifadə edirik, müqayisə edir, izah edir. Bax bu feillər ölçülə biləndir. Gəlin sizə bir feil deyim. Bax burada qeyd etmişəm onları. Tutaq ki, bilir. Bilir feili. Buyurun Aygün müəllimə. Bilir olmaz da müəllim. Bəli, Aygün müəllimə. Dərsi danışım, sonra müzakirə edərik. Yaxşımı? Elə bildim sual verirsiniz. Yox. Mən onları sadəcə olaraq sizə deyirəm. Baxın müəllimlər, bilir, bacarır, eşidir, düşünür, yazır, öyrənir. Bax bu feilləri əzbərləyin. Bu feillərdən təlim nəticəsində istifadə etmək olmaz. Əgər sizə bir təlim nəticəsi verib, sonda bilir sözü deyirsə, bacarır, eşidir, düşünür, yazır deyirsə, bunlar ölçülə bilən deyil. Yaxşımı? Bunlar statik feillərdir. Ölçülə bilən feillər Bloom taksonomiyasında olan feillərdir. Tutaq ki, mən deyirəm ki, oxuya bilir. Necə oxuya bilir? Hansı dərəcədə oxuya bilir? Sadəcə olaraq oxuya bilir. Axı mən bilmədim şagird nə cür oxuyur? Düzdürmü? Hansı səhvləri edir orada? Oxuya bilir. Və yaxud da deyirəm ki, məsələn, dərsi eşidir. Yəni bu ölçülə bilmirəm də, sadəcə olaraq eşidir, bacarır. Hansı səviyyədə bacarırsa onu ölçmür. Amma baxın, məsələn deyir ki, bir dəqiqə burada bir misal olmalıdır. O misalı sizə göstərəcəm. Məsələn deyir, dərsin məqsədini müəyyən edərkən müəllim yox, bu deyil. Bundan əlavə təlim nəticələri müəllim deyir, şagird yönümlü. Burada bir olmalıdır, yoxdursa da müəllimlər. Məsələn, izah edir deyəndə, hansı dərəcədə izah edirsə, onu biz bilməliyik. İndi qarşımıza çıxdıqca mən hal-hazırda bir misal gətirə bilmirəm. Fikrim qarışıb. Yəni eşidir deyəndə bilir, məsələn dərsi oxuyur deyirsən, dərsi bilir deyirsənsə, onun nə dərəcədə bildiyi ölçülə bilmir də. Şagird bunu nə dərəcədə bilir? 58-ci səhifədədir. Qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi ordadır. Ay sağ, bax burada var idi. Hə, məsələn bax oxuya bilir. Kimi qiyməti? Bu qiymətləndirmədir. Məsələn, deyir ki, mətni durğu işarələrini nəzərə alaraq oxuyur. Gördünüzsə, artıq bu ölçülə bilir. Çünki sırf bilir ki, şagird durğu işarələrini oxuyaraqdan, yəni durğu işarələrini dərsi oxuyan zaman durğu işarələrini nəzərə alır, vurğulayır. Yəni sual cümləsidirmi, nida cümləsidirmi, bundan xəbərdardır. Artıq bu bunu ölçdü. Amma sadəcə olaraq oxuya bilir. Burada bir ölçmə getmədi. Bu dinamik feil sayılmır. İndi cümlələr qarşımıza çıxdıqca testlərdən sizə daha aydın olacaq. Sonra deyir ki, müəllimlər, təlim nəticələri müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Məsələn, essenin giriş hissəsini yazmağı öyrədir. Öyrədir deyəndə bu təlim nəticəsi kimə aiddir? Müəllimə aiddir. Yəni o təlim nəticəsi şagird yönümlü olmadığına görə düzgün təlim nəticəsi sayılmır. Amma essenin giriş hissəsini yazır. Təlim nəticəsi. Essenin giriş hissəsini yazır. Görürsünüzmü? Artıq burada bu təlim nəticəsi şagird yönümlüdür. Yəni şagird yazır. Essenin giriş hissəsini yazır. Sonra məsələnin həlli yolunu göstərir. Kim göstərir? Məsələnin həlli yolunu müəllim göstərir də. Məsələni həll edirsə, şagird həll edir. Aydındır? Yəni müəllimə aid olanda biz o təlim nəticəsini düzgün hesab etmirik. Sonra deyir, aydın, izah olunmuş və şagird mərkəzli təlim nəticəsi yeni bir şeyin öyrənilməsində ilkin təlimat rolunu oynayır və şagirdlərin məzmunu anlama səviyyəsini artırır ki, bu da şagirdlərin inamlı və müstəqil işləməsi üçün şərait yaradır. Yəni aydın, təlim nəticəsinin aydın olması, şagirdlər nəyi öyrənəcəyini, orada hansı təlim nəticələr, bax məsələn burada təlim nəticəsi olaraq deyirik ki, bax məsələn, mətni durğu işarəsini nəzərə alaraq oxuyur. Bu təlim nəticəsini həyata keçirən şagird, bu təlim nəticəsini şagird bilsə ki, vurğu işarələrini nəzərə alaraq oxuyur, o artıq vurğu işarələrinə daha diqqətli olacaq. Yəni təlim nəticəsini bilən zaman şagird onu həyata keçirəcək. Amma sən onu gizli saxlasan ki, şagird bilməsin ki, vurğu işarələrini burada yəni nəzərə çarpacaq dərəcədə demək lazımdır. Şagird onun üzərindən ötəri keçəcək. Aydındır, bəlkə də bilir. Ancaq onu vurğulamayacaq. Aydın oldu nəyə görə təlim nəticəsi şagirdə əvvəlcədən çatdırılmalıdır. Bu belə müəllimlər. Burada bir neçə misal var. Deyir, dərs üçün təlim nəticəsi şagird yönümlü olmalıdır
Müəllim şagirddən dərs müddətində nə gözlədiyini, hansı bilik bacarığa yiyələnəcəyini dəqiqliklə təsvir etməlidir. Yəni sən axırda bax misallardan da misal çək. Məsələn, o misalları incə çəkdiyim misal. Yəni şagird bilsə ki, vurğu işarələrini diqqətlə deməlidir, nəzərə çarpacaq deməlidir, onu təmin edəcək. Amma bilməsə sadəcə olaraq özündən oxuyub gedəcək. Yəni müəllim onun hansı təlim nəticəsinə çatdığını əvvəlcədən bildirsə, bu daha effektiv olacaq. Təlim nəticəsində şagirdin nə öyrənəcəyi əks etdirilməlidir. Bu zaman Bloom taksonomiyasının feillərindən, yəni dinamik feillərdən, ölçülə bilən feillərdən istifadə edəcəyik. Dərsin məqsədində öyrənməni önə çəkən amil məhz taksonomiyanın açar feilləridir. Ölçülə bilməyən, qiymətləndirilməsi aydın şəkildə mümkün olmayan statik feillər bilir, öyrənir, eşidir, görür feilləridir. Bu feilləri əzbərləyin. Bilir, öyrənir, eşidir, görür. Bu feilləri ölçmək mümkün deyil. İstifadə edərək təlim nəticələrini formalaşdırmaq doğru deyil. Təlim nəticələri hər fənn üzrə müəyyən bir spesifik komponentlə əlaqədar olmalı və sadə cümlədə ifadə olmalıdır. Baxın müəllimlər, bu nə deyir? Smart texnikasıdır. Yəni təlim nəticəsini quran zaman bu texnikadan istifadə edilir. Bu texnikanın smart, yəni baş hərflərinə uyğun şəkildə adlandırılır. Bax, S hərfi. Smartın birinci hərfi olan S hərfi spesifik olmalıdır. Spesifik olmalı, yəni dəqiq olmalı, təlim nəticələri düzgün müəyyənləşdirilməli, dəqiq, aydın formada ifadə olunmalıdır. Təlim nəticələri dərsin sonuna dək hansı bilik və bacarığın əldə olunacağını göstərir. Yəni, spesifik olmalıdır, dəqiq olmalıdır, düzgün olmalıdır ki, şagird bilsin ki, sonunda hansı təlim nəticəsini əldə edəcək. Bunu dəqiq, aydın şəkildə şagirdə çatdırmaq təlim nəticəsinin, smartın birinci xüsusiyyətidir. Təlim nəticəsi, yəni measurable da. Təlim nəticəsi measurable. Təlim nəticələri ölçülə bilən olmalıdır. M-nı elə bir ki, ölçmək kimi yadınızda saxlayın da. Mən həmişə bunu mediumla yadımda saxlayıram ki, medium da bir ölçü növüdür. Sizə kim necə rahatdır. Yəni, bu sözün mənası da ölçülə bilən deməkdir. Təlim nəticələri ölçülə bilən olmalıdır. Yəni, təlim nəticəsi elə müəyyənləşdirilməlidir ki, nəzərdə tutulan bilik və bacarıq qiymətləndirilə bilsin. Görürsünüz, bilir sözü ilə təlim nəticəsi quran zaman biz onu ölçə bilməyəcəyik. Ona görə deyir ki, təlim nəticəsi necə olmalıdır? Ölçülə bilən olmalıdır. Sonra bu A-nı da oxuyun görək müəllimlər. A əldə ola bilən, yəni qoyulmuş hədəfə çatmaq nə asan, nə də çox çətin olsun. Məqsəd normadan bir qədər çətin, şagirdin çalışaraq əldə edəcəyi bilik səviyyəsində olmalıdır. Yəni ki, sən şagirdi nə ilə ölçəcəksənsə, o səviyyədə olmalıdır. Aydındır? Yəni, təlim nəticəsinə uyğun olmalıdır onun ölçülməsi. Yəni, biz burada nə çox çətin, nə də çox asan salmamalıyıq təlim nəticəsinə. Yəni, biz hədəfə çatmaq üçün təlim nəticəsi nə çətin olmamalıdır, nə də asan. Sonra müəllimlər realitik. Yəni ki, resurs, yəni real imkanlar nəzərdə tutulur. Burada resurslar, yəni hansı resurslardan istifadə edəcəksə. Deyir, real imkanlar nəzərə alınmalı, yəni təlim nəticələri, mövcud resursları, öyrənmə mühitini nəzərə alaraq realist, ağlabatan şəkildə çıxarılmalıdır. Yəni, mən təlim nəticəsi çıxardıramsa, mənim sinifimdə həmin resurs yoxdursa, yəni yalan yeri olmamalıdır, resursa uyğun təlim nəticəsi çıxarılmalıdır. Bunun adaptörünü gətirmişəm. Sonra time, yəni vaxt. Burada mütləq ki, nə? Vaxt nəzərə alınmalıdır. Müəyyən vaxt müddətinin nəzərə alınması, yəni təlim nəticəsinin hansı müddətə əldə olunduğunu göstərən xüsusi bir vaxt təyin edilməlidir. Burada məqsədə çatmaq üçün lazım olan addımların atılması, kifayət qədər vaxtın ayrılması vacibdir. Yəni sən o təlim nəticəsini həyata keçirmək üçün nəzərə almalısan ki, sənin bir 45 dəqiqə vaxtın var və ona uyğun qurulmalıdır təlim nəticəsi. Smart texnikası da aydın oldu. S spesifik olmalıdır. M ölçülə bilən olmalıdır. A, yəni hədəfə çatmaq üçün nə çətin, nə də asan da olmalı deyil. R resurslardan, yəni sənin əlində olan resurslardan düzgün istifadə. T da time, yəni vaxtın nəzərə alınması. Bunu əzbərləməliyik. Əzbərləməz, yəni bilməlisiniz də M-nın mənası nədir? Yəni smart qaydası qoyub M hərfi yaza bilər ki, bunu açın. Hansıdır bu?
Aydındır? Test Yəni mövcud. ingilis də verəcək də onu yəqin ki elə. Elə M verəcək müəllimələr. M və yaxud da M verəcək, məsələn bilməlisən ki, M nədir? Təlimin ölçülə bilən olması. A nədir? Əldə olunan yeni qoyulmuş hədəfə çatmaq üçün nə asan, nə də çətin olması. R nədir? Resursla yadınızda saxlayın. T time'dır. S spesifik, yəni spesifik sözün mənası aydın, nəzərə çarpan, düzgün, dəqiq. Sizdə bir dənə A-dır burada, bir də M. M ölçülə bilən, A-dakı əldə olunan, yəni hədəfə nə qoymuşuqsa, hansı hədəf qoymuşuqsa qarşımıza, onun nə asan, nə də çətin olmalı deyil. Belə, sonra dərsin təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlər. Buradan keçmə. Hansı səhvlər müəllimlər? Bax, bir dərs üçün həddindən artıq sayda təlim nəticəsinin yazılması. Əgər bax, necə ki alt standart qoyulur, bilirsiniz ki, əvvəllər alt standart kompüter zaryadkası bitməmiş. Müəllimlər, bir dərs üçün deyir, həddindən artıq təlim nəticəsinin yazılması. Yəni, bir dərsə biz nə qədər təlim nəticəsi çatdıra bilərik ki? 3 dənə alt standart maksimum səviyyədə. Yəni, təlim nəticələri də bilirik ki, alt standartdan çıxarılır və yaxud da alt standartın özünə bərabərdir də. Artıq bu ildən deyirik ki, təlim nəticələri alt standartının özünə bərabər götürülə bilər. Yəni, təlim nəticəsi nə qədər çox olsa, onu reallaşdırmaq da o qədər çətin olacaq. Bax, tövsiyə olunur ki, bir dərs üçün maksimum 2-3 təlim nəticəsi müəyyənləşdirilsin. Əsas olan təlim nəticələrinin sayı yox, dərs müddətində qarşıya qoyulan məqsədə tam olaraq çatmaqdır. Yəni, təlim nəticəsi həmin mövzunun, təlim nəticəsi nədir? Onu, yəni, sonda hansı nəticələr əldə olunacaq? O mövzunun tam izahı üçün hansı nəticələr əldə etməliyik? Bax, onu nə qədər çox qoysaq, onu həyata keçirmək də o qədər çətin olacaq. Bir neçə təlim nəticəsi tərtib edib reallaşdırmaqda çətinlik çəkməkdənsə 2 və yaxud da 3 təlim nəticəsi müəyyənləşdirib onları lazımınca reallaşdırmaq daha məqsədə uyğundur. 5 dənə təlim nəticəsi çıxardıb, yəni onları reallaşdırmağı vaxt müddəti var. Burada onların reallaşdırması üçün müəyyən, yəni hər bir təlim nəticəsi müəyyən vaxt aparacaq, düzdürmü? Sən onu 45 dəqiqə ərzində 2-3 təlim nəticəsi həyata keçir, amma doğru, dürüst, yəni düzgün nəzərə çarpacaq dərəcədə həyata keçirmək lazımdır. Birinci nə oldu? Bir dərs müddətində həddindən artıq sayda təlim nəticəsi yazılması. Bu səhvdir. Bu səhvlərdəndir. Müəllimin edə biləcəyi səhvlərdəndir. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Bax, bayaq bunları izah elədim ha sizə. Yəni, bəzən müəllimlər gizli saxlayır təlim nəticəsini ki, bu, yəni sonda şagird ona çatanda onu da biləcək. Yəni, əvvəlcədən bilməsinlər. Amma bu səhvdir. Yəni, təlim nəticəsi mütləq şagirdlərin əvvəlcədən nəzərə çatmalıdır ki, bu daha axıcı olsun. Bir çox hallarda müəllimlər düşünürlər ki, təlim nəticəsi şagirdlərə elan etməyə gərək yoxdur. Ya da ümumiyyətlə təlim nəticəsi elan etməli olduqlarının fərqinə varmırlar. Lakin qeyd edək ki, dərs üçün təlim nəticəsi şagirdin öyrənməsini təmin etmək üçün hazırlanır və dərsin əvvəlində şagirdə elan edilməsi onun dərs ərzində öyrənəcəyinə aydınlıq gətirir. Yəni, bilir də bu nəyi öyrənməlidir, hansı nəticəyə çatacaq və onu bildiyinə görə də onlara diqqət edir və həqiqətən də onu daha dərindən öyrənə bilir. İkinci nə oldu müəllimlər? Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Sonra təlim nəticəsinin çox mürəkkəb şəkildə yazılması. Təlim nəticəsi dedik necə olmalıdır? Aydın olmalıdır, dəqiq olmalıdır. Yəni nə asan, nə çətin olmalı deyil. Təlim nəticəsi bir fəaliyyəti əks etdirməlidir. Bir neçə fəaliyyətin əks olunması qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsində də çətinlik yarada bilər. Yəni qiymətləndirmə meyarı tərtib edən zaman müəllimlər, yəni bir neçə meyara əsasən edirik də, təlim nəticəsi çətin olduqda o meyarlara görə də onu müəyyənləşdirmək çətin olacaq. Yəni, təlim nəticəsinin çox mürəkkəb şəkildə yazılmamalıdır. Yazılması səhv sayılır. Əlavə olaraq aşağıdakı məsələlərdə təlim nəticəsini yanlış hazırlanmasına səbəb olur. Baxın, feillərin stativ olması, yəni ölçülə bilən olmaması. Hansı feillərdir? Bilir, bacarır, görür. Bu feillərdən istifadə olunması təlim nəticəsində müəllimlərin etdiyi səhvlərdir. Müəllim mərkəzli olması, yəni müəllim öyrədir. Bunu öyrətdi, izah etdi. Müəllim izah etdisə,
Yəni cümlədə görürsüz ki, müəllim izah edir hər hansısa bir orada nəticəni. Bu təlim nəticəsini səhv götürür. Çünki dedik təlim nəticəsi necə olmalıdır? Şagird mərkəzli olmalıdır. Aydındır müəllimlər, səhvlər? Qiymətləndirmə meyarlarında müəllimlər, qiymətləndirmə meyarların müəyyənləşdirilməsi. Bunu bəlkə saxlayım. Bunu saxlayım, çünki onsuz da sizə, yəni bu hissəsini onsuz da başa salmışam. Baxın, aydın və spesifik olmalıdır. Meyar bilirsiniz nədir? Meyar, məsələn, bircə dəqiqə şəkil hazırlamışam sizə. Şəkili çünki görməyəndə təsəvvür yaranmır. Bir dəqiqə şəkli atım bura. Baxın müəllimlər. Görürsünüz 6 standartdır. Bundan da çıxan təlim nəticəsidir. 6 standart deyir bədii nümunələrlə bağlı təqdimat və çıxış. Ekran görürsünüz müəllimlər. Bəli, müəllim. Çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya, bədii xüsusiyyətlərini şərh edir. Bax, bu standartdır. İndi bu standartdan çıxan təlim nəticəsi. Povestlə bağlı təqdimat və çıxarışdan müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsasən ideya, bədii xüsusiyyətini şərh edir. Bax, bu bədii nümunələrlə bağlı olan mənbələrdən topladığı materiallar, ideya, bədii xüsusiyyətləri şərh edir 6 standartından. Bax, bu təlim nəticəsi çıxır. İndi şərh etməni qiymətləndirmə meyarlarında hansı səviyyələr üzrə? Bax, birinci səviyyədə deyir ki, povestlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materialları əsaslanmaqla əsərin ideya, bədii xüsusiyyətlərini şərh etməkdə çətinlik çəkir. Birinci səviyyədə uşaq çətinlik çəkir bunu. Yəni bu səviyyədədir də birinci səviyyə üzrə qiymətləndiririk. Birinci meyarın birinci hissəsidir, birinci səviyyəsidir. İkinci səviyyə baxın, povestlə bağlı, hekayə ilə bağlı, şeirlə bağlı təqdimat və ya çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara qismən əsaslanmaqla əsərin ideya, bədii xüsusiyyətlərini müəllimin köməyi ilə şərh edir. Burada nə edir? Burada həmin ideya xüsusiyyətləri biraz daha bu yaxşıdır da digər səviyyədə. Müəllimin köməyi ilə onu edə bilir. Üçüncü, povestlə bağlı, şeirlə bağlı təqdimat və çıxışlarda müxtəlif mənbələrdən topladığı materiallara əksər hallarda əsaslanmaqla əsərin ideya və bədii xüsusiyyətlərini şərh edir. Yəni o materiallara əsaslanır. Onlardan misal gətirərək bu da şərh edir. Bu üçüncü səviyyədir. Ən yüksək səviyyə dördüncü səviyyədə artıq baxaq. Povestlə bağlı təqdimat və çıxışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya və bədii xüsusiyyətlərini şərh edir. Burada müxtəlif mənbələrdən topladığı təqdimat və çıxışları müxtəlif mənbələrdən topladığı. Burada eyni verib müəllimlər. Bu biraz daha ondan yüksək səviyyədə olmalıydı da. Yəni sərbəst şəkildə. Bir dənə ora söz qoya bilərdik ki, onu sərbəst şəkildə şərh edir. Yəni biraz daha düzəlir. Orada təxmini eyni qoyublar. O meyar biraz düz gəlmir də. Yəni dördüncü meyara görə şagird biraz daha ondan yaxşıdır. Aydındır? Kim çıxdı dərsdən? Niyə çıxdı? Cəməli müəllimə dərsdən çıxdı. Bildiniz meyarlar üzrə qiymətləndirmə nədir? Yəni meyarlar necə tərtib olunur? Birinci, ikinci, üçüncü, dördüncü səviyyə. Nəyə görə tərtib olundu? Həmin təlim nəticəsinə görə. Bax, deyir ki, qiymətləndirmə meyarları fəaliyyət zamanı şagirdlərdə nə gözlənildiyi, bilik bacarığını necə qiymətləndirəcəyi barədə aydın təsəvvür yaratmaq üçün istifadə olunan xüsusi standartlar və təlimatlardır. Görürsünüz, həmin standart neçə səviyyə üzrə böldü? Təlimatdır ki, yəni şagird bu səviyyəyə uyğundur, ikinci səviyyəyə uyğundur, ya üçə uyğundur. Qiymətləndirmə meyarları müəyyən edilməsi qiymətləndirmə prosesində mühüm addımdır və şagirdin işini qiymətləndirmək, qiymətləndirmə prosesində ardıcıl, ədalətli təmin etmək üçün aydın və şəffaf çərçivənin, yəni qiymətləndirmə rubrikinin hazırlanmasında əsas rol oynayır. Müəllimlər, gördünüz, məsələn, bax, bu artıq məsələn, mən deyirəm ki, sən birinci səviyyəyə uyğunsan, ikinci səviyyəyə uyğunsan. Şagird deyir ki, hardan? Mən qiymətləndirmə meyarımı
çəksəm, düzəltsəm və ona uyğun qiymətləndirsəm, daha obyektiv, düzgün qiymətləndirmə olacaq da. Mütləq ki, şagird bu 4 səviyyənin hər hansısa birində olacaq. Aydındır müəllimlər bu da. Bax, deyir, meyarlar hazırlayarkən uyğunluq prinsipi gözləməlidir. Yəni, mən bu meyarı qoyub, povestinə bağlı, yəni onun ideyalarını, müxtəlif materiallarını, xüsusiyyətlərini bilməsi barədə bir təlim nəticəsi qoyub, gedib başqa bir meyar üzrə ölçə bilmərəm. Yəni, bu meyar üzrə, bax, bu təlim nəticəsinə uyğun meyar üzrə ölçməliyəm. Aydındır? Belə deyim də, isim üzrə meyar hazırlayıb gedib sifətdən sual verə bilmərəm. Və yaxud da ismin hallarından salıb ismin necə deyim, cəmdə işləməsi, o hansı bölməyə aiddir bilmirəm. Yəni, o haqda sual-cavab da verə bilmərəm. Meyarım nə üzrədirsə, ona uyğun şəkildə yəni, hazırlamalıyam. Ona uyğun şəkildə meyarıma ölçməliyəm. Aydındır? Yəni, hansı meyar üzrə ölçməliyəmsə, o meyar, yəni uyğunluq olmalıdır təlim nəticəsi ilə. Bax, meyarlar hazırlanarkən uyğunluq prinsipi gözləməlidir. Müəllim əsas vəzifəsi şagirdin mənimsənilməli olduqları alt standartı reallaşdırmaqdır. Yəni, bax, bu standartı reallaşdırmaq üçün təlim nəticəsi çıxardıram. Həmin təlim nəticəsinə uyğun da onu ölçürəm səviyyələr üzrə. Əsas məqsədim nədir? Bax, bunu reallaşdırmaq. Burada nə deyirdi? Bədii nümunələrlə bağlı təqdimat və çıxarışlarında müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla əsərin ideya və bədii xüsusiyyətlərini şərh edir. Görürsünüzmü? Bax, bunu. Burada da təlim nəticəsi nədir? Bu ümumi standartdır da bizə verilən. Burada da həmin mövzuya uyğun, həmin alt standarta uyğun povestlə bağlı olan təqdimatı, orada olan materialların əsasını şərh etməkdir, ideyasını şərh etməkdir. Aydın oldu müəllimlər bu tam şəkildə sizə? Yəni, alt standartı reallaşdırmaq üçün deyir, müəllim hər dərs şagirdlərdə formalaşdırılmalı bilik bacarıqlarını özündə ehtiva edən təlim nəticələrini müəyyənləşdirir. Həmin təlim nəticələrindən qiymətləndirmə meyarları çıxarılır. Bir sözlə qiymətləndirmə meyarı təlim nəticələrinə uyğun olmalıdır. Gördünüzmü? Bax, bu təlim nəticəsinə, görürsünüz, bax, təlim nəticəsi nədir? Povestlə bağlı hekayə ilə şərh edir, ideya və bədii xüsusiyyətlərini. Burada da həmin meyarlar üzrə. Hələ burada çətinlik çəkir. Burada müəllimin köməyi ilə müəyyən qədər burada yəni daha özü araşdırıb hansısa bir materiala əsaslanır. Burada da daha sərbəst şəkildə də dedik, burada biraz açıq yazılmayıb. Yəni daha dəqiq şəkildə, daha sərbəst şəkildə şərh edir qoysaq, o daha yüksək səviyyə uyğun gəlir. Məsələn deyir, əgər təlim nəticəsi şagirdlərin toplama və çıxmaya aid sadə məsələləri həll etməsini tələb edirsə, o zaman qiymətləndirmə meyarları da şagirdlərin toplama çıxma ilə bağlı sadə məsələləri nə dərəcədə həll edə bildiyini ölçməlidir. Bax, bayaq dediyim kimi, görürsünüz, toplama çıxmaya aid təlim nəticəsidirsə, meyarımı da ona uyğun şəkildə qurmalıyam. Yəni, toplama çıxmadırsa, gedib vurma bölməyə aid meyar hazırlamamalıyam. Həmin təlim nəticəsinə uyğun meyar hazırlamalıyam. Aydındır müəllimlər, əslində bildiyimiz bir şeydir. Sadəcə olaraq sual kimi düşəndə müəllim deyir ki, bu nə deməkdir? Yəni, mən burada təlim nəticəsi bunu qoyub gedib başqa meyar hazırlaya bilərəm. Heç bu məntiqə uyğun bir şeydir. Yox. Təlim nəticəsi nədirsə meyarı da ona uyğun hazırlamalısan da təbii ki. Sadəcə o sualda düşəndə müəllim çaşbaş qalır. Bu nə deməkdir? Deyirik, aydın spesifik olmalıdır. Qiymətləndirmə meyarları aydın, dəqiq şəkildə müəyyən edilməli. Həm müəllimlərin, həm şagirdlər üçün asan başa düşülməli. Tədris müddətində onlardan nə istənildiyi, nəyin gözlənildiyi aydın olmalıdır. Əgər meyarlar qeyri-müəyyən olarsa, bu çalışqanlıq və subyektivlik şərhlərdə səbəb ola bilər. Yəni müəllimlər, baxın, oxuya bilir. Tutaq ki, biz burada qoyuruq meyar oxuya bilir. Nəyi oxuya bilir? Nə dərəcədə oxuya bilir? Görürsünüz, ölçmədi. Amma burada qoyduğumuz bu şərh edir sözündə, yəni bax bu meyarımız onun hansı dərəcədə bu bədii povesti hansı dərəcədə təqdim edir, hansı dərəcədə ideya xüsusiyyətlərini şərh edir, bax bunu açıq şəkildə ölçülə bilən şəkildə qoyur. Əgər burada desək ki, povestlə bağlı şeiri, hekayəni oxuya bilir, nəyisə ölçə bildik biz burada? Sadəcə olaraq oxuya bilir. Yəni ölçə bilmədik ki, onu nə dərəcədə başa düşür, ideyasını mı başa düşür? Aydındır bu da spesifik olması. Sonra effektiv qiymətləndirmə prosesi aparmağı təmin edir. Qiymətləndirmə meyarları şagirdin işini dəyərləndirmək, onların inkişafına yönəlik konstruktiv rəy bildirmək üçün əsas rol oynayır. Yəni effektiv qiymətləndirmə artıq burada
biz şagirdlə bir əks əlaqə yaradacağıq. Şagirdlərdə əks əlaqə prosesinin meyarlara əsasən qurulması onlarda öz güclü tərəflərini təkmilləşdirməli və onları məqamlar haqqında fikirlər əldə etməyə imkan verir. Ümumən meyarlar varlığı şagirdin fəaliyyətini və nailiyyətlərinin təlim nəticələrinə uyğunlaşdırmaq və inkişaf etdirmək üçün vacib amildir. Yəni bu meyarı quran zaman şagird artıq bilir ki, bu povesti hansı səviyyədə öyrənibdir, hansı səviyyədə şərh edə bilir. Yəni o meyar üzrə açıqlana bilir. Aydındır? Deyir, nəhayət, meyarlar şagirdlərə öyrənmə prosesinin əvvəlində paylaşılmalıdır. Bax bu, əvvəlində göstərilməlidir ki, səni bu meyar üzrə ölçəcəm. Çünki şagirdlər dərs zamanı necə qiymətləndiriləcəkləri ilə bağlı məlumatlı olduqda, prosesə daha şuurlu şəkildə yanaşır. Fəaliyyətlər zamanı onlardan nə gözlənildiyini aydın şəkildə bilmiş olurlar. Bəzən müəllimlər şagirdlərin necə qiymətləndiriləcəyini bilir, bir növ sir kimi saxlamağa çalışırlar ki, bu da şagirdin dərsin bütün məqamlarına aktiv olsun, lakin bu əksinə şagirdlər üçün öyrənmə prosesini axıcı etmir. Bax, bayaq dediyim kimi, qiymətləndirmə meyarını və yaxud da təlim nəticəsini gizlətməklə müəllim elə başa düşür ki, bu daha yaxşı bir prosesdir, yaxşı bir işdir. Ancaq bu, yəni o qədər əlverişli deyil. Şagird nəyin ölçüldüyünü, hansı meyar üzrə ölçüldüyünü biləndə o daha asan olur ki, yəni o meyar üzrə artıq diqqətli olur. Bu da belə müəllimlər.